Bax, bu həmin dediyim şpaklovkadır, sulu şpaklovka deyirlər. Yaşmadı əslində adı. Prosta indi malyardlar öz arasında buna sulu şpaklovka deyirlər. Nə edir bu? Bu burada qalan xırda deşik, nə bilim, bax baba burada indi görürsüz yəqin. Bax belə şeyləri, yəni bundan xırda olan bir şey, indi bunu kontrol eləyəcəklər bir daha. Bunları doldurur. İndi ola bilsin deyərsiniz ki, bəs bura niyə dəyməyib? Bu altdan olan qruntdur. Bu maşın qruntudur. Bu yaşmadı. Bunu niyə vurmayıblar? Çünki bu zaten düz listdir. Yəni burada heç bir əyrəksizlik yoxdur. Bu qorunmaq üçün deyil, bu deşik doldurmaq üçündür. Amma yenə də əlavə bir dənə də. Ona görə bunu əsas nalitikinə vurmuşuq. Bir də o qalın profil olan yerlərinə. Bir də çevirib də elə vuracağıq. Belə. Bir də bunun altından qrunt vurulub, yaşma vurulub. İndi bir daha təzədən qrunt vurulacaq və qrunt vurulduqdan sonra maşın kraskası vurulacaq. Yəni hardasa 1, 2, 3, 4 sloy. 4 sloy məncə kifayət eləyər.